Canım ay Seyid, vay sən qadan ol. Ay qardaş, nə var nə yox, qadan ol. Sağ ol, Allah razı olsun. Qadan olaram, Seyid həmişə Seyiddir. Elibala məktəbi hardasa bir Seyid 20 il varımızdır mı bir yerdə? 20 ildir bir dəfə nə bizə nə lazım olur, bax bizim sinifə, tələbələrə. Bax, nağaramı, qoşun nağaramı, davulmu, bir dənə yox söhbəti yoxdur. Allah sənin var eləsin, Seyid. Allah canına sağlıq versin. Sən elə qardaşsan ki, sən o bit kəsliyin çörəyin həm qiymətini versən, həm qədrini bilsən. Söz səndə. Sağ ol, ay maşallah. Yəni, ortada standarta uyğun olmayan giriş-çıxışlar elədim, amma şort yerindədir, budur. Elibala məktəbi gəndə budur. Yəni, hərdən sual verirlər ki, Əlvəniz müəllim, özünüz də. Yəni, tələbələri qabağa çəkmək lazımdır. Orada o TikTokda mən həmişə bağlayırdım. Bağlatdırmışdım o kommentləri. Şimdi bilmirəm, yazır ki, daba-dubu, belə ağzına gələn. Daba-dubu eləməyək, orada yazırsan Bakılı ləqəbindən çıxırsan, sonrası ayıb olsun sağ. Bakıda böyük üstadlar var, böyük sənətkarlar var. Sən o adı sil oradan. Yəni, bölmə bölgələri. 68 yaşında. 68 yaşım var. Sən oraya ağzına gələn nə yazsan? Gör, bu Elibala məktəbindən kimlər çıxıb, kimlər də çıxır. Nə işlər görmüşük, nə işlər də görürük. Ayıb olsun, sağ ol. Sağ ol, Seyid, sağ ol, qadan alaram, çox sağ ol.